Hər birinizi salamlayıram, hörmətli abituriyentlər. Belə bir maraqlı elektrik dövrəsi testinin həllinə baxaq. Bizdən A və B nöqtələri arasındakı ümumi müqaməti soruşur. Bu cür dövrələri həll etmək üçün biz bu dövrəni alternativ dövrə ilə əvəz etməliyik. Bunun üçün gəlin belə bir dövrə, yəni bu dövrəyə alternativ olan dövrəni çəkək. Bu nöqtəyə A nöqtəsi deyirəm. Bir dənə burada C nöqtəsi götürürəm. Bir dənə də aşağıda D nöqtəsi götürürəm. Niyə görə bunu götürürəm? Çünki A nöqtəsindən həm D nöqtəsinə gəlir. A nöqtəsindən həm də C nöqtəsinə. A nöqtəsindən C nöqtəsinə bir dənə erimiz var. A'dan C'yə bir dənə er. Bax, belə bir. A'dan D'yə də eyni qayda ilə çəkəcəm. Bu da A'dan D'yə. Yəni bu da er, bu da olsun er. Bəs yaxşı, C'dən D'yə bir dənə də er rezistorumuz var. Müqaməti er olan rezistorumuz da var. Bunu da çəkirik. Bu da er. Yaxşı. Bir dənə də kənar nöqtədə B nöqtəmizi götürürük. İndi gəlin baxın. C'dən B'yə fikir versək, C'dən B nöqtəsini isə baxın buradan bax bu istiqamətdə gələn bir dənə də erimiz var. C'dən B'yə bir dənə də bizim nə var? Er var. Yaxşı, onu da çəkirik C'dən B'yə. Bunu da qeyd elədik. Bəs yaxşı, D'dən B'yə. D'dən də B'yə 2 dənə arıcıl erimiz var. Bu da eləyər 2 er. Bu da ümumi müqamətini tapsaq. Olacaq nə qədər? 2 er. Bax, bura 2 er yazıram. Bura nə idi? Bax, burada erə bərabər idi. Belə bir dövrə aldıq. İndi gəlin baxalım. A nöqtəsindən 2 budağa ayrılıb. Biri C'yə, biri isə D'yə. Fikir versək, A nöqtəsindən C'yə, A nöqtəsindən D'yə. Hər birinin müqaməti erdir. Baxın, bu da erdir, bu da erdir. Aydındır? Deməli, bu hissələr bir-birinə paralel birləşir. Onların müqamətləri də bir-birinə bərabərdir. Deməli, fikir versək burada. Fi A daha doğrusu fi C bərabər olmalıdır fi D'yə. Yəni C nöqtəsi ilə D nöqtəsinin potensialları bir-birinə bərabər. Bax, bu nöqtələrin potensialları bir-birinə nədir? Bərabərdir. Bu nöqtələrin potensialları bir-birinə bərabər olduğu üçün bax, bu hissədən cəryan nə etməyəcək? Keçməyəcək. Bax, bu hissələrdən cəryan keçməz. Bax, bu hissələrdən cəryan keçməyəcək. Niyəsini izah eləmək istəsək, uşaqlar, fikir verin. A'dan C'yə müqaməti erdir və paralel birləşir. Yəni, bu hissədə gərginlik eynidir. Aşağı ilə üstdəki gərginliklər eynidir. Onda belə çıxır ki, cəryan şiddətləri də eynidir. Cəryan şiddətləri eynidirsə, onda belə çıxır ki, həmin bu C nöqtəsi ilə D nöqtəsinin potensialları da bir-birinə bərabər olacaq. Yaxşı, onda bu hissədən cəryan nə etməyəcək? Keçməyəcək. Baxın, C ilə D hissədən cəryan keçməz. Keçmədiyi üçün onda dövrənin ümumi müqamətini hesablamaq üçün belə bir üçüncü bir dövrəni yığaq. Üçüncü dövrəni yığanda baxın, burada bir er, burada bir
R. Aşağıda 1R. Burada isə 2R. Bu dövrənin ümumi müqamətini tapmaq üçün A nöqtəsi, bu da olsun B nöqtəsi. Onda bura olur 2R. Aşağıda olur 3R. Ümumi müqamət olacaq R, AB bərabərdir. Üstdə nə qədər olmuşdu? 2R. 2R vurulsun 3R bölünsün 5R. Bunlar ixtisar gedər. Alırıq R, AB bərabərdir 5-də 6R. Deməli, dövrənin ümumi müqaməti 5-də 6 R-ə bərabər olur. Sağ olun.